Qarabağ İqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarına və ekoloji fəsadlara qarşı dekabrın 12-sində Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının başladığı aksiya davam edir. Ekofəallar bugün də müxtəlif təyinatlı avtomobillərin hərəkətinə şərait yaradıblar. Azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri, həmçinin müxtəlif dövlət qurumlarının könüllülərinin Qarabağ İqtisadi rayonunda yataqların qanunsuz istismarına və ekoloji terrora qarşı Şuşa, Xankəndi, Laçın yolunda keçirdikləri aksiya 16 gündür davam edir. Vətəndaş cəmiyyətinin üzvləri Azərbaycan və xarici dillərdə şüarlar səsləndirərək ekoloji terrorun dayandırılmasını tələb ediblər. Unite for nature, unite for life. Unite for nature, unite for life. Qarqış demədən biz buradayıq. Tələblərimiz də yerinə yetirilənə qədər biz burada dayanmağa hazırıq. Əhval-ruhiyyəmiz çox yaxşıdır, əladır. Hər kəs burada olmağına məmnundur. Heç kimin heç bir problemi də yoxdur. Hamı da burada olduğuna görə sevinir və şaddır, məmnundur. Bizim tələblərimiz ekoloji terrorun ərazilərimizdə aparılmamaqdır və bütün dünya səslənir ki, bunun qarşısı alınsın. Ekoterror əleyhinə etiraz aksiyasının iştirakçıları gecə saatlarında da ərazidən bir addım belə çəkilmirlər. Ekoloji terrora son şüarları ilə yanaşı ara-sıra könüllülər bu cür Azərbaycan mahnılarını da ifa edirlər. Məqsəd isə öz əhval-ruhiyyələrini yüksək saxlamaqdır. Heç kimin yolu kəsilməyibdir. Gün ərzində humanitar maşınlarının keçilməsi üçün şərait var. Hətta mülki şəxslərin keçilməsi üçün şərait var. Düzdür, onlardan hələ müraciət olunmayıb. Ancaq yəni burada hər bir kəsin normal şəkildə keçməsi üçün şərait var. Gecə və gündüz növbələrinə bölünmüşük. Gəlirik müxtəlif saatlarda burada biz nümayiş edirik, aksiya keçiririk. Yəni tələblərimiz nəzərə alınana qədər davam edəcəyik. Hədəflərimiz çatana qədər yəni dayanmayacağıq, durmayacağıq. Heç kim də durdura bilməz bizi. Çünki haqlı davamızdır. Qeyd edək ki, mütəxəssislərdən ibarət heyətin Qarabağ İqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinqi baş tutmayıb. Bundan sonra Şuşa ərazisində Laçın-Xankəndi yolunun bir hissəsində qeyri-hökumət təşkilatlarının üzvləri etiraz aksiyasına başlayıb. Ekofəallar tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Elnur Tofiq, Nuran Ələkbərli, Rüstəm Mikailzadə, ASTV xəbər.